Herkese salamlar dostlar. Bugün kar simülatörə davam edirik. Bugün kar simülatör 2'də nə arıq dostlar? Bildiyiniz kimi biz kar simülatör 2'də əvvəllər lab gündən Veneno almışdıq və bu dəfə bundan bir söz nə arayacaq? Havaalanında bizdə bir drift puanı var artıq oyunda. O drift puanı ilə gəzəcəm, driftin rekordunu biraz da görmüş olacaq. Evet, indi girək başlayaq. Mən əsas məsələni sizə deyəcəm. Yavaş-yavaş kar simülatör maşınlar da çox az yox əvvəla. Sağdan bir dənə maşın gəlişdi, mən orada da benzin qutartdı. Yəni bu yaxdan da yeni bir dənə maşın alaq. Onunla gəzək. Çünki bu oyunda alınmış maşınlarımız daha var. Məsələn, 101 dənə Teslam var. Bu 101 dənə Tesla'ya bir dənə maşın götürmək lazımdır, almaq lazımdır. 101 dənə Tesla'ya məsələn 100 Tesla'ya nə alaq? Siz nə almamı istəyirsiniz, yoruma yazarsınız. Ona görə də gedib alarıq o maşını. Mən misal alacağım, bugün ən güzel bir drift puanı eləyəcəm. Bəlkə də bugün ən güzel drift puanı. Həm də havalimanında. Həm baxım görüm havalimanında bir dənə polis maşınına çıxacaq qabağıma. Burada polis maşını var. Polis maşını yenə yoxdur burada. Olsaydı versiydik, amma yoxdur. Bir dənə yaxındakı qalerilərə baxım görüm, yenə 100 Tesla'ya alınacaq nə maşınımız var. Gördüm burada bir dənəsi var. Əvvəlki aradakı qara qalerilərə baxaq yaxşı. Bəlkə buradan 100 Tesla'ya bir şey çıxar qabağımıza. Oradakı bütün maşınları alırıq. Puma almışam, Gulu, Tropiyi və Desirini. Desire yoxsa da Desirini almamışam, əsl puldu. 1225 minə bunu almamışam, bir də bunu almamışam. Bu iki tanəsini, bu iki tanəsini almışam. Buradan nə var? 100 Tesla'ya buradan da aldığımı almışam yəni. 100 Tesla'ya burada da işinə qalmayıbdı. Yeni güncəlləmə ilə bu Kia Sportage almadım. Onu da kripto kasmaq lazımdır. Yaxında bir dənə online'a girim, alacağım əlbəttə ki. Bir dənə yüklənmə deyək. Aşkına bir dənə drift edeyim. Daha sonra da böyük bir dənə drift puanlaması eləyəcəm bu havalimanında. Əminəm ki, driftlər biraz da qəşəng ola bilər gözünüzdə. Yox, yəni nə qədər drift edə bilirik ən azı. Ya bu oyunun güncəlləməsi harda qaldı? Bu yaxınlarda gəlməlidir. Yəni inşallah oyuna daha güncəlləmə də gələr də bu yaxında. Şu an danışa bilmirəm çünki hər bir dənə ulduza falan bilərəm. Məsələn, nə adız bax, hə? Otdaq. Əsasını burada eləyəcəm. Eləyəcəm də baxın, yenə burada əsəb bir şey var. Şaxta baba hələ də oyundan çıxmayıbdı. Deyir ki, məsələn, bu il bir təsdiq oldu. Bu Şaxta baba oyundan çıxmadı hələ də. Yəni niyə ki? Niyə? Yəni biz nətər olsa geçən illərdən bilirik ki, yeni çıxan kimi Şaxta baba çıxır, amma yeni il çıxdı, Şaxta baba çıxmayıbdı. Ramazan girdi ya Şaxta baba, niyə çıxmırsan? Anlamıram ya, bu nədir? Yəni drift açım, ən azından nə qədər belə driftimiz olacaq. Driftin puan ortalamasını görürəm indi. Aha, gəldi. Mən də deyəm ki, niyə gəlmirmiş bu? Yox, nə qədər drift olacaq bu gün. Elə bildiyim qədər eləyəcəm havalimanında. Bəlkə 100 min drift belə görə bilərik, ha, 100 min.
O qədər drift görək biz görə bilirik indi. Altı mindən çox drift görürük ha. Kaş bir dənə bu işin içinə bir dənə pul da versəydi. Biz o şans nerede ki? Ay de samarita çırpayım. Azıcık da samarita çırpasıydım ha. Min drift deyir ora baxın. Artırırıq drifti, artırırıq bildiyinə. Başla bu günü gözləyirdik ki, en az bir drift rekorumuz falan olsun oyunda. Bu yolun o birisi yola çekirik. Aycan samarita çırpayım sen ya. Ay qəşəng. On 19.000 drift. Birazdan 20.000 eləyəcək ha bu sayı. 20.000. 20.000 drift. Aha. Qalxırıq yenə. Ay dur çırpayım. 25.000 drift. Ola qalxırıq elə indi 30.000 olacaq ha. Hə bunu bir 24 saat boyunca baxaq görək, bəlkə də çox drift olar. Ay çırpmasa manyotar çırpsın saxlayacaq. Hı. 34.000 falan. Oyda. Otuz 9.000'dən çox drift olur ha. 40.000, 40.000, aha, 40.000. Havalimanında bu şəkildə bir də drift eləsəz, siz də puanlamaları görmüş olursunuz. Yəni biz o qədər kasmalı yox ki, drift puanın sayısı artsın da.
Bundan da çox drift ola bilər ki, səncə? 45.000. Da çox da yollarda gəzməyək. Yarım saata toplatmayaq həm də. 49.000. 50.000. Uf, 50.000 driftə nədir? Allah, qalxırıq. Düzləşdirmə. Ay, alasan. Bu günə qədər gördüyümüzdən drift rekoru da. Yox, 100.000 driftə qalxa bilirik, yəni 100.000 driftə. Amma ben drift eləyib, benzin qutardı. Bazon benzin qutarır. Nə arjaq? Sən deyəm sonuna qədər indi drift eləmək olur ki, indi də sonuna qədər. Ora saxlamışam öyle. Bax, ben hələ saxlamışam. 67.000. İndi 69.000 oldu. Şimdi birazdan 70.000 olacaq ha driftdə. Aa, benzin qutardı. 70.000'ə tam çatdım, benzin qutardı. Və 70.000 64'də saxlatdım. Neyse, benzin qutardı. Ayda, benzin qutardı. Yani en azından drift sıralamasının rekorunu görmüş oldunuz. Dediyim kimi yani bu şəkildə davam eləsək əminəm ki də güclü olar. Bugünlük məndən bu qədər. Dediyim kimi yani en azı drift rekorunu bu şəkildə alt etdik. Benzin qutardı. Geçmiş olsun. Tam da benzin qutardığının yerində. Həndən biraz niye benzin bu kadar tez qutarır ki? Yani bu kadar da tez qutarmasaydı başka bir 100.000 deyirdik. Ani de deyə bilərəm da indi. Ha, niye təzədən başlatdın ki? Uf. Görür ki, ben çalası şeydi mi? Oyunda yenə qalxa bilirik. Bu gün məndən bu qədər deydim, amma az keçdim, bir dənə eləyəcəm. Ya, niye benzin qutardı ki indi də? Habdan bitməsinə qoymayacağım, narahat olma, bir dənə də basacağım. Qoyun çünki benzin bitəndə dayandırır da bizi. Bir habda görmüş tamam bura gəlir, bir sus nə alacağım. Bura gəldiyini görsəm, özüm bir dənə basacağım buradan bir dənə. Belə də drift olar. Yani bitməsəydi benzin mən eləyəcəyimi bilirdim, amma benzin o dəqiqədə bitdi.
50 kilometr. Bence yine bir 20 minə qalxa bilirik yenə hardasa. Deyim ki, benzin bıçaq bitməyə qoymayacağam ha mən. Gördüm ki, elə burada da bitir. Birbaşa özüm basacağım o bidona. Çünki bax, benzin dayandı, yox bizi saxlatdı. Biraz da tez eləyək. Biraz da tez eləyəndə artırır. Çox qaza gəlmişəm, nə aram mən. 70 min yaxşı bir yox, 70 min 114'də qalmışdım deyəsən drifti. Mesela onda qalmışdım mən. Benzin bitməsi idi, dediyim kimi görürdüm başda nə qədər olmuşdu. $29.000 drift oluruq birazdan yenə. Yəni biraz tez dön də, yəni buna tərəddümətdə biraz tez dön alıca. Güc qüvvətin mi yoxdur? Güc qüvvət yoxmu səndə beynən o? Ya bu Qatveyrondan sağ bundan da tez olar mı səncə? Bizdə əvvəl bu Qatveyron var idi, olacaqsə. $36.000 drift. $39.000 yenə. Təzədən bir də $39.000 drift. Biraz da tez dönmək də lazımdır, tez dönmək. Yoxsa çox da qalxa bilməyəcək, yoxsa dur mən saxlatdım yenə driftdə də. Yerində saat boyunca havalimanında mən də çıxmamışam ora bax. Bu jam driftdə bir 100.000 də olsa görək, baxarıq sonra. Elə 19. O 38% telefonumuzda raponu vaxt var nətə olsa. Təsmin pul da vermədi. Pul da versəydi, yəni də pul vermək asandır işləyərək. Gəl 50.000 drift olaq, 20.000 puan qalxdı, yəni həm bax çatdım 70.000-ə.
53 min drift. Altmış min olduq. Qalxırıq yenə bayaqki 70 minə. Ya nə zor imiş bunu. Saatlar istəyir rəsmən. Saatlar istəyir bildiyim buna. Adayım benzin qutarcıq. Azı bir dənə vuraq, nə yaxşı. 114 dənə biyonum qalxdı. Hətta olsa günlüklərdən verəcək də yenə. Günlüklərdən verə çox. 70 min, aha 70 minə ötdük. Ya nə qədər drift eləyirik, atım başım işte. 77 min, aha. Gözənilməyən drift 77 min. 80 min. O 80 min dənədir. Of, qalxır. Ay dayan, ay, azca da bitəsi idi vaxtı driftin. Ay. Bu sıralar karsimetr ölçüyə davam edirik. Çünki alınacaq biləcək yenə bir çox maşınlarımız yaddaşımda var. Onlardan alacağım. Yəni əvvəl ilk baş girdiyim gün, ilk bildiyim gün bu oyunda mənə nə qədər maşınlar var idi. Hamısı da yadımdaydı ha. Bu dəfə dediyim kimi onlardan da bir batareya alım, bəlkə bir full T6 da olar, bəlkə bir dənə maşın. Full 100 çatma da yəni. Oynayıcısına o qədər baxmışam ki, yaddaşım bir çox fal onda qalxdı. 90 min drift, aha. 100 min oluraq birazdan da yəni. 91 min. 92 min drift. Ey, vaxt bitəsiydi, vaxt bitəcək. Həm də ki 67 kilometr oldu ha bura. Baxın 67 kilometr. Ya bu nə fərq var? Ora basan kimi benzincə. Bassam yox, basmayım.
Sağdan drift elə, drift elə. Ara qədər 100.000 oluruq da. Hücü. Nə yaxşı bir dənə də elədim anidən. Nə yaxşı bir dənə hindən elədim gördünüz. 100.000 oluruq birazdan. 100.000. 100.000 drift oldu. Bəlkə bir 21-22 dəqiqə düşüb bunu işlədik. 22 dəqiqə ərzində, 21 dəqiqə ərzində oyunda 101.000 ilə gördük. Artıq bitsin. 102.464 qalsın belə bugünlük. Drift rekorun puanlamasını gördünüz. Bu şəkildə davam elədik. Və oynayan bu qədər gün ərzində yəni drift puanlamasını gördük. 102.464-də da saxlatdım məcburən. Tosa görmüşdüm yəni. Vena polisten de kaçar bu arada yani. Güclü kaçır ha. Ay. Aha bu evin çağıyla biləcəkdir o. Burada qalaq. Bugün şününə görmüş olduq. Rasim Ətəşinin bugün şününə sonudur. Yəni 27 dəqiqə gördüm. 27 dəqiqə düşük çəkirik. Driftin puan ortalamasını gördüm. Dolayısıyla bu şəkildə yenə bu videodan bir dənə gələcək. Yaxında o da yəqin ki bu qatverin onda gələr. Yaxında videosunu çəkəcəm. Bugünlük məndən bu qədər. Sağ olun, salamat qalın. Görüşənədək.